Hər kəsə salam. 2025-i xilas edirəm gün 5-ə. Xoş gəlmisiniz. 30 gün 30 fərqli məndə. Bu gün sizlə fərqli bir mətbəx mənzərəmi paylaşacağam. Bu mənim resept dəftərimdir. Bilirəm ki, sosial mediada gördüyüm və xoşuma gələn reseptlər telefonun yaddaşında bir müddət sonra silinib gedəcək. Ona görə də dəftər tutub dəftərə yazıram. Və bugünkü planımda var ki, jelatinli jenibon hazırlayım. Bir növ jenibondur və tərkib hissələrini onsuz da gördünüz. Burada da əslində heç biri yuyulası meyvə deyil, amma anamın təkidi ilə yuyuram və videoda 99.9% əməyi keçdiyi üçün anama təşəkkür edirəm. Canım anam, canım anam. Hə, deməli, heç nə, anam məcburi meyvələrin hamısını mənə yudurtdu. Ona görə mən də dedim ki, bunlar sıxma, mənim gücüm çatmaz, mənə kömək eləyirsən. Anam da təbii ki, burada mənə kömək elədiyi hissələri görürsünüz. Burada çəkiliş kimi böyük əziyyətli, məşəqqətli hissəndə özüm üstləndim. Nəysə, deməli, narı qəşəngcə yuyuruq, sonra sıxırıq. Ardınca portağalı sıxırıq, ardınca limonu sıxırıq. Bu bizə necə lazım olacaq? Deməli, 500 ml suyu qazana tökürük. Ardınca narı tökürük. Biraz qarışdırandan sonra ocağın altını açırıq. Amma ənənənənə aşağı, necə deyim, dərəcədə olmalıdır. Maksimum aşağı istilikdə. Su ilə nar qarışandan sonra digər meyvələrin suyunda başlayırıq qarışdıra-qarışdıra əlavə eləməyə ki, yəni dadlar bir-birinə daha yaxşı qarışsın. Deməli, meyvələri qarışdırandan sonra, daha doğrusu meyvə sularını, keçirik balı tökəcəm birazdan. Balı da taxta qaşıqla mütləq olmalıdır deyə, əslində 2 xörək qaşığıdır, orada qaşıq biraz balaca görsənə bilər. Ardınca davam edirik jelatindən. Jelatini də 1 xörək qaşığı tökdüm. Amma indi irəlidə görəcəksiniz ki, mən biraz bacarıqsız elədiyim üçün necə ifadə edeyim özümü, topaqlanmalar oldu. Yəni belə top-top suyun üstündə qaldılar və mən çox narahat oldum. Burada da balı qaşıqda nə qədər eləyirəmsə eləyim getmir və anam deyir ki, narahat olma, su sindikcə bal gedəcək və anam məni də anladı ki, bu reseptdə düzgünlük yoxdur. Çünki bal isti su ilə gedəndə onun keyfiyyəti itir. Bilmirəm, yəni sosial mediaya nə qədər güvənə bilərik? İşte yəni, güvənəlim. Nəysə, bax o tapaqlanmalar bundan bəhs edirəm ki, belə üstündə qalır. Ondan sonra anam deyir ki, gəl qaşığı dəyişdir. Mən də belə qəribə bir çırpmacalı qaşıqda hər şeylə başladım davam eləməyə. İndi burada görəsiniz ki, dəzgahın üstü olsun, qazın üstü olsun, hamısı ancaq ləkələrdir. Nəysə, yəni iş zamanı hər cür texniki problem ola bilər. Sonra anam təklif edir ki, gəl mənə biraz o şirən suyundan ver. Mən jelatini orada həll eləyim, biraz da jelatini əlavə eləyim. Dedim, yaxşı, burada indi görəcəksiniz, anam götürür ondan və həll eləyir. Daha sonra təzədən onu bu məhlula əlavə eləyir və həqiqətən də bu çırpma şeysisi ilə elədikcə daha yaxşı olur və artıq heç bir topaqlanma qalmır. Ondan sonra da deməli reseptdə yazmışdılar ki, 5 dəqiqə əslində bəsdir, belə deyim, jelatinin həll olması üçün. Amma nə yalan deyim, 5 dəqiqəyə yəni o effekti vermədi. Və anam mənə dedi ki, sən çiy sudan istifadə edirsən, onun qaynama müddəti var. Eyni zamanda sən heç qazanı gözləmədin ki, isinsin, sonra tökəsən şirələri. Onda necə deyim, təsiri var. Nəysə, uzun sözün qısası 5 dəqiqə yox, hardasa 15 dəqiqə qarışdırmışam. Yəni sanki dovğa qarışdırmışam. Amma olsun. Olsun, nəticənin yaxşı olacağına dair içimdə belə güvən dolu hisslər var. Heç nə, burada qarışdırırıq. Əslində bunun yaxşı cəhəti bilirsiniz nədir? Biri var ki, üz baxım eləyəsən, o yorur. Amma bir də var ki, hazır bir şeydir. Hazır olana kimi müddətdəki əziyyətləri saymasaq əgər, hazır bir şeydir, soyucudan götürsən, yeyirsən və jenibondur. Yəni nə dərəcədə jenibondur bilmirəm. Bu videonu mən sizinlə paylaşanda mən hələ yeməmiş olacağam. Çünki ən az 3-4 saat soyuducuda qalıb donmalıdır. Amma sonda sizə, yəni donandan sonraki vəziyyət necə olur, sosial mediadan tapdığım bir şəkli yükləyəcəm ki, yəni son versiya belə olacaq. Amma hələ ki burada yenə qarışdırırıq. Belə işte maraqlı prosesdir. Bir də əyləncəli tərəfi ondan ibarətdir ki, arxa planda o qədər gülməli şeylər olur ki, məsələn, əlimi qaza çırpıram ya da ki, harasa dağıdıram, sonra anam elədiyim hansısa düzgün olmayan texnikaya qarşı mənə orada deyir ki, belə eləmək lazım deyil. Orada sonra başım dara girən kimi ana deyə çağırıram. Ona görə belə deyim, mətbəx mənzərələri çox xoşuma gəlir. Amma hər yemək üçün yox və mənim yaddaşım canım beyoncum az olduğu üçün reseptlərin heç birini yadımda saxlaya bilmirəm. Bilmirəm fikir verdiniz ya yox, amma
soyuducudan meyvələri götürəndə qabımın içinə kağızı da qoymuşdum. O iş başda qeyd elədiyim kağızı. Çünki bildim ki, unudacam. Yəni bu otaqdan o biri otağa keçəndə mənə lazım olan məhsulların hər biri yadımdan çıxır. Qarışdır bitməyən bu çilə nəhayət ki 15 dəqiqənin sonunda yekunlaşır və məhlul isti olduğu üçün anam deyir ki, onu şüşə qaba anidən töksən, qab partlaya bilər. Mən də deyirəm ki, narahat olma, prob qoyacam, allergiya verməsə həll eləyəcəyik. Nəysə bu biraz şiş zarafat oldu. Amma burada yavaş-yavaş təkrirəm ki, qab partlamasın və 3-4 saat sonra soyuducudan çıxandakı vəziyyəti necə olacaq deyə sizə bura şəkil qoyacağam ki, yəni soyuducudan çıxanda bu versiyada olacaq. Sağ olun.